Elektrik sahəsi. İki halda yaranır. Güçlü zərrəcik sükunətdə qalarsa, güçlü zərrəcik sükunətdə qalarsa, bir də güçlü zərrəcik hərəkət edərsə. Güçlü zərrəcik elektrik sahəsini yaratmır. Yəni sahənin yaranması üçün güçlü zərrəcik olmalıdır. Məsələn, protondur, elektrondur, bunlar güçlü zərrəcikdir. Amma məsələn, neytron güçsüz zərrəcikdə elektrik sahəsini yaratmır. Ya sükunətdə olsun, fərqi yoxdur. İstəyir hərəkətdə olsun, yenə də elektrik sahəsi yaranacaq. Sükunətdə olarkən yaranan elektrik sahəsinə elektrostatika deyilir. Hərəkətdə olarkən yaranan elektrik sahəsinə isə elektrodinamika deyilir. Elektrik sahəsinin mənbəyi, yəni sahənin mənbəyi. Qravitasiya sahəsinin mənbəyi kütlədir. Birdən soruşub əzələr bilin. Qravitasiya sahəsinin mənbəyi kütlədir. Elektrik sahəsinin mənbəyi isə yükdür. Yük skalar kəmiyyətdir. Böyük və yaxud da balaca Q ilə işarə olunur. Düzdür, indi bizdə daha çox balaca Q götürürük. Yükün vahidi kulomdur. Açılışı amper vurulsun saniyədir. Vahidi kulomdur, açılışı da amper vurulsun saniyədir. Amperlə də saniyə əsas vahidlərdir. İndi uşaqlar, yükün bəzi xassələri var. Nədir? Ondan əlavə bir şey deyim, sonra yükün xassələrinə gəlin. Təbiətdə müsbət yüklər var. Yəni müsbət işarəli yüklər. Müsbət yüklərə misal olaraq göstərə bilərsiniz. Nəyi? Proton, pozitron, müsbət iyon, alfa zərrəci, alfa helium 2-4'dür. Pozitron elektronun antizərrəci, yəni ki ekizidir, yəni müsbətidir. Proton da müsbət yüklü. Bir də var uşaqlar, yükü mənfi olanlar. Elektron, protonun antizərrəci, antiproton, mənfi iyon və beta. Betadakı elektronlar selidir. Atom kəsəndə daha çox geniş məlumat verəcək alfa ilə beta haqqında. Bir də gücsüz zərrəciklər var. Gücsüz zərrəciyə misal olaraq düzdür, neytral atomu yaza bilərsiniz. Və yaxud da ki, daha çox istifadə olunan deyək, neytron. Yəni yükü yoxdur. Kütləsi var, amma yükü yoxdur. Qravitasiya sahəsi təsir edir, kütləsi olduğuna görə. Amma elektrik sahəsi təsir edir. Yəni neytrona. Çünki yükü yoxdur. Yükü olmalıdır ki, elektrik sahəsi təsir etsin. İndi uşaqlar, atom. Atom elektron qazanarsa, bax atom elektron qazanarsa mənfi iyon olur. Atom elektron itirirsə müsbət iyon olur. Yəni iyonun tərifi belədir. Elektron qazanmış və yaxud da itirmiş atoma iyon deyilir. Elektron qazanmış və yaxud da itirmiş atoma sizdə iyon deyilir. Əgər atomun üstünə belə desək də lor dildə, atomun üstünə elektron gəliriksə, deməli atom elektronu qazanıb. Atom elektronu qazanıb və olur mənfi iyon. Əgər atom elektron çıxır, belə desək, itirirsə, onda atomun elektronu çıxırıq və nəticədə olur sizdə müsbət iyon. Bu nə deməkdir? Normativdə atomda, yəni neytral atomda elektronların sayı protonların sayına bərabər. Yəni müsbətlə mənfilər eyni. Müsbət iyonda müsbətlərin sayı mənfilərin sayından çox olur. Yəni Z
elektronların sayını, yani protonların sayı elektronların sayından çox. Mənfi iyonda isə Z N-dən azdır. Z proton sayıdır, N-dəki elektron sayıdır. En azından kimya gelenler bilir. Z proton sayı. Proton sayı değişmir atomda. Değişen sadece elektronların sayı. N'deki elektron sayı. Elektron sayı. Şimdi bizdə gəlirik, belə desək, yükün xassələrinə. Düzdür, yükün xassələri belədir. Diskretlik xassəsi var, additivlik xassəsi var, invariantlik xassəsi var. Sadəcə bunların adları düşmür. Yəni sizdə məsələn diskretlik xassəsi nədir, invariantlik xassəsi nədir, additivlik xassəsi nədir, onlar sizdə düşülmür. Sadəcə bəziləri düşür, bəziləri topluda yoxdur, güvəndə var. Məsələn, yük diskretlik xassəsi budur. Q bərabər N7. N zərrəciklərin sayıdır. İtirilmiş zərrəciklərin sayı məsələn. Və yaxud da qazanılmış zərrəciklərin sayı. Y isə elementar yükdür. Həmin Y ən kiçik təbiətdəki yükə bərabərdir. Protonun yüküdür. Və yaxud da elektronun yükünün modudur. Ədədi qiymətini əzbərləmişsin, mötərizə onsuzda verirlər. 1,6 vursa onsuzda -19 kulondur. Protonun yükü elementar yükə bərabər. Q bərabərdir N-yə düzdür. N-dəki sayıdır. İkincisi sizdə additivlik xassəsidir. Additivlik xassəsi nədir? Deyir, sistemin yükü sistemi təşkil edən zərrəciklərin yüklərinin cəminə bərabərdir. Buna aid bizdə misal yoxdur, amma belə desək, güvəndə misal var. Məsələn, sistemin yükünü verirlər sizdə, belə desək, məsələn, 10 kulon. Sistemi iki yerə ayırıblar. Birinin yükü, məsələn, 18 kulondursa, onda digərinin yükü -8 kulon olacaq. Toplayanda buna bərabər olsun. Yəni sistemin yükü, yenə deyirəm, sistemi təşkil edən zərrəciklərin yüklərinin cəmidir. Əgər sistemi iki yerə ayırıblarsa, 10 kulondursa sistemin yükü, birim 18 ise digəri olacaq -8 ki, toplayanda onu versin. Yəni o iki yerə böləndə o demək deyil ki, yəni ikisi də müsbət ədəd olmalıdır. Biri müsbət, biri mənfi də ola bilər. İkisi müsbət də ola bilər. Məsələn, biri 6'dır, digəri 4 olacaq. Yəni iki yerə bölüblərsə. Üç yerə bölüblərsə, onda belə desə, digərlərinə verilməlidir. İnvariant xassəsi nədir? Bir ədalət hesablama sistemindən digər ədalət hesablama sisteminə zərrəcik şeklində yükü dəyişmir. Yəni protonun yükü burada bu ədədə bərabərdirsə, o birisi otağa devrilir, orada keçsə, yenə də eyni ədədi almış olur. Bir də var ki, yükün saxlanma qanunu. Yükün saxlanma qanunu nədir? Deyir ki, qapalı sistemi təşkil edən zərrəciklərin yüklərinin cəmi sabit kəmiyyətdir. O da bərabər konstans. Bu sizdə oldu yükün xassələri. İndi gəlirik yüklü kürələrin toxunması. Düzdür, bunun düsturu var. Radiusu fərqli olanlardan. İndi radiusu eyni olanlar sizə düşür. Yəni radiuslar eynidir, amma yüklər fərqlidir. Bunun da radiusu yerdir, bunun da radiusu yerdir və yükü də Q1, Q2'dir. Yəni yük müsbətə də tutura bilər, mənfiyə də tutura bilər. Plus yük yüksüz zərrədir. Yəni yük sıfıra da bərabər olur. Toxunduqdan sonra yüklər paylanır. Necə paylanır? Radiuslar eyni olduğuna görə toxunduqdan sonra yüklər eyni olur. Və əvvəlki qiymətlərinin ədədi ortasıdır. Yəni Q1 üstə Q2 bölünsün 2'dir. Yəni bu da oldu sizdə yüklü kürələrin toxunma. Düzdür, yükün səthi sıxlığı var. O sizdə düşmür. Xüsusi yük. Burada misalı yoxdur. İnşallah Lorentz qüvvəsini keçəndə orada misalı var. Xüsusi yük. Q iştiriklə işarə olunur. Q iştirik bərabərdir Q bölünsün evdir. Yükün kütlü olan nisbətidir.
Vahidine geldikdə isə düsturdan göründüğü kimi kulon bölünsün kilogram. Bak bu da oldu sizde xüsusi yük. İndi gəlirik yüklər arasındakı qarşılıqlı təsirə. Eyni işarəli yüklər bir-birini itələyir, əks işarəli yüklər isə bir-birini cəzb edir. Eynilər bir-birini itələyir, əkslər bir-birini cəzb edir. Yəni müsbət və müsbət bir-birini itələyəcək. Mənfi bir-birini itələyəcək. Müsbət və mənfi bir-birini cəzb edəcək. Və Newtonun 3-cü qanununa görə qarşılıqlı təsir qüvvələri sayıldığına görə bu qüvvələr bir-birinə bərabər. Yəni bu zərrəci hansı qüvvə ilə itələyirsə, bu da onu eyni qüvvə ilə itələyir. Yükləri fərqli olsa da qüvvələr eynidir. Newtonun 3-cü qanununa görə. İndi bizdə elə Newtonun qanunlarına oxşar, yəni indi cazibə qanunu oxşar, Coulomb qanunu keçəcək. Amma burada yer yoxdur. Birazdan. Coulomb qanunu. İki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasililə düz, onların mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs asılıdır. F bərabərdir K vurulsun Q1 modul Q2 modul bölünsün R kvadrat. Bax, Coulomb qanunu budur. Ümumdünya cazibə qanununa oxşur. F bərabərdir J vurulsun M1 M2 bölünsün R kvadrat odur. F bərabərdir K vurulsun Q1 Q2 bölünsün R kvadrat da budur. Dediklərinə görə F'imiz Q1 modul vurulsun Q2 modul onunla düzdür. F'imiz R-lə tərs asılıdır. Yəni bəlkə çətin keçib təzdən çəkirəm. İki dənə müsbət yükdür. Bunlar bir-birini itələyir. F1, F2. Bunun yükü Q1, bunun yükü Q2. Məsafə deyəndə də mərkəzlər arasındakı məsafə nəzərdə tutulur. Biri müsbət, biri mənfidir. Bunlar cəzb edir. F1, bu da F2. Bu da Q2. Nəticədə bax, yenə mərkəzlər arasındakı məsafə bax budur. Və ikisi də mənfi ola bilər. Bu F1, bu F2, yenə mərkəzlər arasındakı məsafə. Bu Q1, bu da Q2. Və burada, bəlkə dediyimi yenə dedim. Newtonun 3-cü qanuna görə qarşılıqlı təsir qüvvələri, yəni F1 və F2 bir-birinə bərabərdir. Yəni F1 bölünsün F2 nisbəti 1'dir. F2 bölünsün F1 nisbəti 1'dir. Əgər bu bunu itələyirsə, bu da bunu itələnəcək. Yəni bunlara diqqətli olun, çünki bunların tətbiqləri var. Birdən soruşsalar ki, həmin qüvvələrin özləri nəyə bərabərdir? Sən də deyəcəksən ki, F1 bərabərdir F2, o da bərabərdir F-ə, F-dəki yuxarıda yazılır. Yuxarıda yazılan düsturda, yəni burada gördüyünüz kimi bir dənə K var. F vurulsun R kvadrat bölünsün Q1 modul vurulsun Q2 modul. Bu Coulomb sabitidir. Coulomb sabiti olan K-nın sizdə ədədi qiyməti onsuz da mötərizədə verilir. Ehtiyacı yoxdur əzbərlənmə, amma vahidin bilin. Newton vur metr kvadrat, bunun vahidi Newton vur metr kvadrat bölünsün Coulomb vur Coulomb. Bu da olur Coulomb'un kvadratı. Açılışı da ki Newtonun açılışından gəlir, bir daha Coulomb'un açılışı. Coulomb'un açılışı amper vur saniye, Newtonun açılışı kilogram vur metr. O metr bu da metrə vur, kvadrata vurur, onun metr kub. Bölünsün amper kvadrat saniye üstü 4. Yəni açılışı bu formadadır. Bunu bu formada da yadda saxlaya bilərsiniz. 1, 2, 3, 4. Yəni bu formada yadda saxlamaq olar. Bizdə yazıda gəlir, gravitasiya sahəsində gravitasiya sabitidir. Yəni sahənin sabitidir. Bu isə Coulomb sabitidir. Bizdə sahənin də sabiti var. Elektrik sahəsinin sabiti. Elektrik sahəsinin sabiti.
Epsilon sıfırla işarə olunur. Bir önemi yoxdur, sadəcə vahidini soruşurlar. Çünki ehtiyac yoxdur bu kəmiyyət salmağa. 1 bölünsün 4 pi k'dır. K'dan da onu tapsaz 1 bölünsün 4 pi epsilon sıfırdır. Vahidi k'nın vahidinin tersidir. Çünki 1 bölü k olduğuna görə. Kulonun kvadratı bölünsün Newton var metr kvadrat. O da bərabər amper kvadrat saniyə üstü 4 bölünsün kilogram vurulsun metrin kubuna. Ha indi burada k'nı gətirib bu düsturda yerine qoysaz f bərabərdir 1 bölünsün 4 pi epsilon 0 vurulsun Q1 modul Q2 modul bölünsün r'in kvadrat. Yani düstur olarak gətirib burada yerine qoya bilərsiniz. Bax bu bizdə oldu Coulomb qanunu və qarşı təsir qüvvəsi. İndi biz bunun davamını keçirik. Yəni düsturu bu şəklində çəkdik. İndi tətbiq edək. Misallara necə tətbiq olunur? İlk öncə əvəzləyicinə baxın. Məsələn, 3 dənə yük oldu. Bir yük, ikinci yük, bu da üçüncü yük. Sual belədir ki, hər təpədə yekun, yəni Coulomb qüvvəsi hara yönəlir? Sən də baxırsan. Bu mənfidir, bu müsbətdir. Mənfi müsbəti cəzb edir. Qüvvənin istiqamətini düzgün çəkmək lazımdır. Mənfi müsbəti cəzb edir. Bu mənfidir, bu da müsbətdir. Yenə mənfi müsbəti cəzb edir. Bu müsbətdir. Bunlar bir-birini itələyir. Çəkdikdən sonra artıq yekun əvəzləyicini, yəni hər təpədə çəkə bilərsən. Burada bu ikisinin ortasından çıxır. Məsələn, bu Q1-dirsə, bu F1-dir. Bu Q2-dirsə, bunların ortasından çıxar formada bu sizdə F2-dir. Eyni ilə burada da, bu da F3-dür. Yəni düzdür, topda bəzən bir təpədə istəyir. Amma sən üst təpədə də çəkə bilərsən. Bir cütləşdirirsiniz, sonra da yekunu çəkirsiniz. Bəzən də bunun tərsi verilir. Məsələn, A, B, bu da ki, C. Məsələn, buradan belə desək, yekun əvəzləyicini çəkirlər. Yekun əvəzləyici çəkilir. Sual belədir, A-nın, B-nin və C-nin işarəsini təyin et. Sən nə edirsən? İlk öncə bunun qollarını çəkirsən. Əgər bu F bu formada çıxıbsa, deməli onun bir qolu budur. Bir qolu budur, digər qolu isə budur. F2. Çəkdikdən sonra rahat şəkildə deyə bilərsin. Necə? A-mız C-nin üstünə gəlir. A-mız C-nin üstünə nə vaxt gəlir? Əks işarəli olanda. Yəni bir zərrəci digər zərrənin üstünə gedirsə, deməli əks işarəlidir. Bir-birini cəzb edir. A-mız C-nin üstünə gedirsə, deməli əks işarəlidir. Yəni A müsbət olarsa C mənfidir, A mənfi olarsa C müsbətdir. A-mız B-dən qaçır. Buna baxın uşaqlar. A-mız B-dən qaçır. A-mız B-dən qaçırsa, deməli bir-birini itələyirlər. Bir-birini istəmirlər deyə ona görə eyni işarəlidir. Onda aynən B, yəni müsbətsə müsbət, mənfidirsə mənfi. Yenə deyirəm, bax, A-mız B-dən qaçırsa, deməli işarəsi eynidir. Müsbət, müsbət və yaxud da mənfi, mənfi. Yəni bu formada təyin etmiş olacaqsınız. Bunun indi 4 halı da var. Məsələn, bax, müsbət, məsələn, müsbət, mənfi, məsələn, müsbət. Yüklərin modulların eyni verək. Məsələn, bu da müsbət olsun. İndi baxırsın. Burada təpələri bir-birindən cütləşdirmişsin. Burada istədiyi şey odur ki, diaqonalların kəsişmə nöqtəsində yerləşən müsbət yüklü zərrəciyə təsir edən əvəzləyici qüvvəni tapın. Burada necə tapırsınız uşaqlar? Ortadakını, yəni baba bunu qaralayıram, ortadakını bir-bir təpələrlə cütləşdirirsiniz. Birinci bu təpə ilə cütləşdirirəm, müsbət müsbəti itələyir. Müsbət müsbəti itələyir. Müsbət müsbəti itələyir. Müsbət mənfini burada özü artıq cəzb eləyəcək. Müsbət mənfini cəzb eləyir. Müsbət müsbəti itələyir. İndi baxırsınız bundan çıxana.
Yükləri eynidir. Ona görə kulon qüvvələri eyni olacaq. Düstura görə. Baxın uşaqlar, düstur budur. K vursun 2 1 2 2 böl R kvadrat. Ya da elə buradan yazdım çünki Röxanın o hissəsini çəkmirsə telefon. K vursun 2 1 modul, 2 2 modul bölünsün R kvadrat. Məsələn, bunun da yükü, bunun da yükü eynidir. Bunun da yükü, bunun da yükü eynidir. Bunlar da eynidir. Eyni ilə bunlar da eynidir. Plus məsafələr də eynidir. Çünki kvadratın diaqonallarının kəsmə nöqtəsidir deyə. Buradan bura qədər olan məsafə diaqonalın yarısıdır. Yəni D bölünsün 2 və yaxud da A kökdə 2-nin yarısı. A kökdə 2-nin yarısı, A kökdə 2-nin yarısı, A kökdə 2-nin yarısı. Nəticədə qüvvələr bərabər. Qüvvələr bərabər olduğuna görə bunun istiqaməti, bunun istiqamətinin əksisidir. Əvəzləyici qüvvəsi nəyə bərabər olacaq? Sıfıra. Çünki qüvvələr əksisiyə çıxır. Amma bununla bunun istiqaməti eyni olduğuna görə onda əvəzləyici qüvvə bərabər olacaq. F üstə gəlin sinfi, o da bərabər 2 və həmin istiqamətdə əvəzləyici qüvvə də yönələcək. Yəni sizdən soruşduğu düzdür, onsuz da yekun əvəzləyici qüvvə hara yönəlir? Onudur, amma bəzi misallarda indi ədəd də istəyir, onu da avtomatik yerinə qoymalısınız. Yəni bu tip misallarda R A kökdə 2 bölünsün 2-dir. Yəni buranı A, buranı da A versələr, diaqonalınız bilirsiniz A kökdə 2-dir, bu da onun yarısıdır. Yəni R'niz. Q1'dir və Q2'nin modulu da ki, Q vermiş idi, yerinə qoyacaqsınız. Yəni qüvvələr də tapa bilərsiniz. 1-1. Bu bizdə oldu, məsələn bu formada verilən misal. Məsələn, belə damalarla da verilə bilər. Mesela burada bir Q1 üçünü verir. Biraz karalıyor. Burada Q2 üçünü verir. Mesela burada da Q3 üçünü verir. Böyle bir şəkil verilib yazılır. Q1 bərabərdir Q-ə, Q2 bərabərdir məsələn 2Q-ə və Q3 də bərabərdir məsələn 3Q-ə. Deyir ki F1-2 yəni 1 ilə 2-nin arasındakı kulon qüvvəsi və yaxud da qarşı təsir qüvvəsi 120 Newton olarsa 1 ilə 3-ün arasındakı nəyə bərabərdir? Belə bir sualımızdır. Ama necə yazırsın uşaqlar? Birinci yazırsan düsturumuz budur. K vurulsun Q1 modul vurulsun Q2 modul bölünsün R kvadrat. Düstur bak bizde bu. İndi 1 ilə 2'nin arasındakı verib yazırsan. 1 ilə 2'nin arasındakı 120. Düsturun yazırsan. K vurulsun Q1 Q2 moduldan bölünsün 1 ilə 2 dediyinə görə 1 ilə 2'nin arasındakı məsafənin kvadratı. İndi buradan yazıram. 120 bərabərdir K vurulsun Q1'in yerinə Q, Q2'nin yerinə 2Q bölünsün R'in kvadratı. R deyəndə nəyi nəzərdə tuturlar? Yəni 1 ilə 2'nin arasındakı məsafə. Baxın, 1 ilə 2'nin arasındakı məsafə. 1 ilə 2'nin arasındakı məsafə 3 damat. Yəni 3'ün kvadratı. Və sən buradan K2 kvadratı tapa bilirsən. 120 vurulur 9'a bölünür 2'ye. Yani 3'ün kvadratı 9 ile 120 vurulur 9'a bölünür 2'ye. 120 2'ye böləndə 60, 60 da 9'a vuranda 50 540. Şu 9'u yaxşı yazın. Bu da oldu 540. Bu birinci etaptan aldığımızdır. Yani bu getdi. İndi gəlir F1-3. F1-3 deyəndə də belə yazacaq. K vurulsun Q1 modul vurulsun Q3 modul bölünsün R1-3'ün kvadratı. İndi yerinə qoyaq. K vurulsun Q1 Q'dur, Q2 daha doğrusu Q3 3Q'dur, bölünsün 1-3. 1-3 han? 1-3 deyəndə uşaqlar 1 buradadır, 3 də buradadır. Birləşdirməlisiniz. Baxın uşaqlar birləşdirməlisiniz. Bax bu 1-3'dür. Yəni 1 ilə 3'ün arasındakı məsafə. Və sonra hardan tapacaqsınız? Nəyə bərabərdir? Pifaqor teoremi ilə. Bura verilib sizdə neçədir? 4. Burada verilib sizdə 3. Onda Pifaqor teoremi ilə bu neçədir? 5. Məsələn, gətirib yerinə qoyursunuz 5'in kvadratı. Onda alt, elə deyək, bunu davam edib altında yazıram. Bərabər olur sizdə bu. 3 K2 kvadrat bölünsün 25'e. K2 kvadratda yuxarıdan tamamısan sən. Bax, burada var K2 kvadrat. 540. 3 vurulsun 540 bölünsün 25'e.
Yani üstün zeka riyaziyyatınızı işe salın böyle. Bölün tez deyin bunu. Akut yaptı şimdi vurmadan vurana. Ne oldu? Vur bölürse ha. Vur. 3 0 540 bölü 20. Kim demedim böyle. Ha buyur. Gözleyirik. Değil mi sana? Evet. 64 tamam. Diyan. Deyək qaqam da vaxtım gedirər. Evet, 81. 374 68. Neçə? 64 68. 64 onda 8. 20 yazdım. 20 Mən kalkulyatorla Ben 20 yazmışım. Gözüm səhv gördü. 20 görmüşüm burada. Sənin gözünə mən nə deyim ha? Heç nə deyim. Sən dur Sonra. git. Bizdə bir dənə də şəkil çəkirəm. Birinci dərsi yekunlaşdırım. Belə bir tip misal ver. Məsələn, bax bu kübür yüküdür. Müsbət. Bu yüküdür. İşarəsi yoxdur. Biraz uzadaq. Bu da 2 yüküdür. İşarəsi müsbət. Bura verib R, bura verilib 2 yer. Deyir ki, modulları bərabərdir. 3 3'dür, modulları bərabərdir. Sual belə. Daha doğrusu bir dənə də şərtdə bir şey verir, sonra sual deyir. Deyir ki, 3-cü yükün ikinciyə göstərdiyi təsir qüvvəsi verilir. İstiqaməti də çəkilir. İkinciyə təsir edən qüvvələrin əvəzləyicisi nəyə bərabərdir? Hara yönəlir? Bir də bu ikincinin istiqaməti işarəsi daha doğrusu necədir? Bax, ikincinin işarəsini soruşur. İkinciyə təsir edən yekun qüvvələrin əvəzləyicisi hara yönəlib və nəyə bərabər? Sualı bu formada verir. İşarəsini təyin etmək sadədir ilk baxışdan. Necə? 3-ün 2-yə göstərdiyi təsir qüvvəsi gördüyünüz kimi 2-dən qaçır. 2-dən qaçırsa deməli eyni işarəlidir. Bax, yenə deyirəm. Üstünə gəlirsə müxtəlif işarəlidir, qaçırsa eyni işarəlidir. Yəni bu da deməli artıq belə desəm müsbətdir. Onu qırmızı niyə yazıram ki? Yəni Q2-nin işarəsi. O müsbətdir. Artıq müsbət olduğunu bildikdən sonra artıq tətbiq edə bilərsiniz. Əgər 3 2-dən qaçırsa, eyni ilə 2 də 3-dən qaçır. Bax, 3 2-dən qaçırsa, eyni ilə 2 də 3-dən qaçır. Bu da müsbət, bu da müsbətdir. Bunlar da bir-birindən qaçır. Nəticədə bu 2-nin 1-ə göstərdi, bu da 1-in 2-yə göstərdiydi. Ben yenə deyirəm ha. Bu da müsbət, bu da müsbətsə, bu da bir-birindən qaçır. İndi bir dənə qaydırıq təzədən Newtonun 3-cü qanuna. Newtonun 3-cü qanunda demişdi ki, qarşı təsir qüvvələri bərabər. Yəni 3-ün 2-yə göstərdiyi təsir qüvvəsi F-dirsə, onda 2-nin də 3-ə göstərdiyi təsir qüvvəsi F olacaq. Yəni bir-birinə bərabər. Ən azından bunu tapdıq. F-dir. İndi bura gəlirik. Amma bunu bir dənə də şey deyim, sonra bura gələcək. Bu da bərabərdir. Coulomb qanununa görə K vurulsun, Q2'nin modulu vurulsun, Q3'ün modulu bölünsün aralarındakı məsafə. Yəni 2 yerin kvadratı. Bunu da mən yuxarıda Q ilə işarə edirəm. Onsuz da bir-birinə bərabərdir. Amma diqqətli olun san həllindən. Verilənlər diqqətli şəkildə yerinə qoyun. Deməli 2 ilə 3-ün arasındakı Coulomb qüvvəsini düsturun yazırsınız. K vurulsun Q kvadrat bölünsün 2'nin de kvadratı 4 idi. 4'er kvadrat. Ve bu verilip sizdə. Balaca yazalım. Verilip sizdə F. Bərabərləşdir F. Daha doğrusu qabadan yazmışım, bir də F yazmayım burada. Buradan da uşaqlar KQ kvadrat bölünsün R kvadratı tapsaq, yəni buradan KQ kvadrat bölünsün R kvadrat tapsaq 4F varlar. 4F. Bunu burada saxlayıram. İndi gəlirik 1 ilə 2'nin arasındakı qüvvə. 1 ilə 2'nin arasındakı qüvvə yenə 2 ilə 1'in arasındakı qüvvəyə bərabər olub. O da bərabərdir. K vurulsun Q1 modul, Q2 modul bölünsün 1 ilə 2'nin arasındakı məsafənin kvadratı. O da K vurulsun Q kvadrat bölünsün 1 ilə 2'nin arasındakı məsafə də yerdir. R'in kvadratı. Bu da bərabərdir sizdə. Yuxarı baxın uşaqlar. KQ kvadrat bölü R kvadrat 4F'dir. Yəni bu da 4F'ə bərabərdir.
Deməli uşaqlar, Q2 üçündən, yəni bu müsbət yükdən bu tərəfə qüvvə çıxıb F2 1 nəyə bərabərdir? 4F-ə. Bu tərəfə qüvvə çıxıb F2 3 o nəyə bərabərdir? F-ə. Qüvvələrin istiqaməti necədir? Əks. Əks olduğuna görə deməli yekun və yaxud da əvəzləyici qüvvə onların fərqinə bərabər olacaq. Yəni 3F və böyük sağa yönəldiyinə görə sağa yönələcək. Ədədi qiymətini tapdıq, istiqamətini tapdıq və Q2-nin işarəsini tapdıq. Yəni bu tipdə misal mövcuddur. Yəni bunun və bunun başqa bir variantları. Yəni misal eləyəndə bu formada baxacaq. Birinci dərsiniz yekunlaşdı. Birinci dərs. Bu bitti. İndi gəlirik ikinci dərs. Elektrik sahəsinin intensivliyi. Elektrik sahəsinin intensivliyi Y hərfi ilə işarə olunur. Sahəni xarakteriz edən kəmiyyətdir, vektorial kəmiyyət. Sahənin qüvvə xarakteristikasıdır. Qüvvənin sınaq yükünə olan nisbətinə bərabərdir. Y hərfi ilə işarə olunur. Vahidi Newton bölünsün kulondur. Newtonu açsaq kilogram vurulsun metr, bölünsün amper vurulsun saniyenin kubu. Bunu da belə yadda saxlaya bilərsin. 1, 1, 1, 3. 3 tane 1 bərabər 3. Burada uşaqlar intensivlik, yəni Y, sınaq yükündən asılı deyil. Ona görə diqqətli olun, görün hansı yükdür. Əgər sınaq yüküsə, intensivlik sınaq yükündən asılı deyil. Düsturundan F'i tapsaq, F 2 vurulsun Y'dir. Nəticədə göründüyü kimi F'imiz həm Q-dən, həm də Y-dən düz asılıdır. Bəs F nədir burada? Elə qabağında yazıram. F elektrik qüvvəsidir. F elektrik qüvvəsidir. Bu birinci qüvvə haqqında məlumat verim, sonra intensivliyə gəlir. F bərabərdir Q-Y qüvvəsini, burada Q-nun yerinə N-i yaza bilərsiniz. Nəticədə N, Y, Y ola bilər. Yəni Q-nun yerinə N-i yaza bilərsiniz. Şərt daxilində siz bunu köhnə düstur olan MJ bərabərləşdirə bilərsiniz. Mən onun bir halını qeyd edəcəm. Yəni siz də buradan Q-ni tapa bilərsiniz, M-i tapa bilərsiniz, intensivlik və yaxud da ki zərrəciyin sayını. Yəni N-i tapa bilərsiniz. F bərabərdir Q-Y düsturunu M-aya bərabərləşdirə bilərsiniz. F bərabərdir Q-Y düsturunu. Və burada da A-nın həm birinci dərsdə, həm də ikinci dərsdə, yəni düz xətti bərabər sürətdə və yaxud da ki çevrəcə bərabər sürətli hərəkətdə siz avtomatik olaraq düsturlarını qoya bilərsiniz. Məsələn, V0 böl T A-nın yerinə. Və yaxud da ki, V kvadrat çıx, V0 kvadrat bölünsün, 2S düsturunu gətirib yerinə qoya bilərsiniz. Və yaxud da ki, sükunət halında hərəkətə başlayanda təcilin düsturları vardı, onları gətirib yerinə qoya bilərsiniz. Yəni bu düsturlardan belə desəm məsələ yarada bilərsiniz. İndi uşaqlar, bizdə intensivlik dedik ki, vektorial kəmiyyət. Vektorial kəmiyyetin həm ədədi qiyməti var, həm də istiqaməti. Ədədi qiyməti düsturdur. Yazdıq, yerinə qoyub tapadı. Bəs istiqaməti nədir? İntensivlik müsbət yük olarsa nöqtədən çıxır, mənfi yük olarsa nöqtədən yükə daxil olur. Və diqqətli olun. İntensivlik müsbət yük olarsa nöqtədən çıxır, mənfi yük olarsa nöqtədən yükə doğru çəkilir. İntensivlik müsbət yükə təsir edən qüvvə istiqamətində yönəlir, mənfi yükə təsir edən qüvvənin əksi istiqamətində yönəlir. Və müsbət yükə təsir edən qüvvə istiqamətində yönəlir, mənfi yükə təsir edən qüvvənin əksi istiqamətində yönəlir. Yəni əgər bu müsbət yükdürsə və burada da sizdə bir dənə A nöqtəsi verilsə, desələr ki, intensivlik hara yönəlir, nə edəcəksiniz? Qırıq-qırıqla birləşdirirsiniz və bu qırıq-qırığa 180 dərəcə əmələ gətirəcək şəkildə nöqtədən çıxardırsınız intensivliyi. Dediyim ki, müsbət yük olarsa nöqtədən çıxır. Əgər yox, mənfi yükdür və burada da bir dənə B nöqtəsi verilib, ondan yenə qırıq-qırıq çəkirsiniz və sonra isə nöqtədən yükə doğru intensivliyi gətirirsiniz. Yəni 0 dərəcə əmələ gətirəcək şəkildə. Müsbət yük olarsa nöqtədən çıxır, mənfi yük olarsa daxil olur. İndi bircin sahə və qeyri-bircin sahə keçək. Bircin sahə. Bircin sahə intensivlik xətləri paralel olan və bütün nöqtələrdə intensivlikləri eyni olan sahədir. Yəni bu 1, burada da 2 versək, Y1, Y2-yə bərabərdir.
Buna deyirlər birzin sahə. İndi uşaqlar, əgər sizdə intensivlik bu formada çəkiblərsə, baxın uşaqlar, intensivlik bu formada çəkiblərsə, bu üstündəki vektor işarəsini qarışdırmayın, ha, altdakı xəttə baxın. Bu vektor işarəsidir, vektorial olduğunu göstərir. İntensivlik bu formada çəkiblərsə sizə, biz buradakı şərtə qayda bilərik. İntensivlik müsbətdən çıxır, mənfiyə neyinir? Daxil olur. Əgər intensivlik bu formada gedirsə, deməli bu hissədə müsbət yük olur, bu hissədə mənfi yük. Müsbətdən çıxır, mənfiyə daxil olur. İndi bunu bizə necə tətbiq edəcək? Ona görə çəkirəm. Məsələn, sizdə burada bu intensivliyi çəkiblər bu formada. Burada da bir dənə məsələn yazıblar proton və yaxud da ki elektron. Düzdür, sürətini də çəkə bilərlər hətta. Sürətin sağa da çəkə bilərlər, sola da. Amma bizdə qüvvənin istiqamətini soruşur. Onun üçün nə edirsiniz? Birinci bilməliyik ki, proton necə işarəli yükdür? Proton müsbət yüklü işarəlidir, elektron mənfidir. Bu birincisi. İkincisi, intensivliyin istiqamətinə baxırsan. İntensivliyin istiqaməti soldan sağa doğru çəkir. Deməli, bu hissədə müsbət yüklü, bu hissədə mənfi yüklü. İntensivlik müsbətdən çıxır, mənfiyə daxil olur. Çəkdikdən sonra müsbət yük nəyə cəzb olunur? Mənfiyə. Ona görə bunun qüvvəsi bu istiqamətə yönəlir. Amma bu mənfi yükdür, mənfi müsbətə cəzb olunur. Bax, edirəm, müsbət mənfiyə, mənfi müsbətə cəzb olunur. İndi bayaq dediyim sözü avtomatik olaraq görə bilərik. İntensivlik müsbət yükə təsir edən qüvvə istiqamətindədir, mənfi yükə təsir edən qüvvənin əks istiqamətidir. Yəni, belə də yaza bilərsin. Müsbət yük olarsa, intensivlik qüvvə ilə eyni istiqamətə yönələcək. Əgər yox, mənfi yükdürsə, onda qüvvə ilə intensivlik istiqaməti əks olacaq. Yəni, bu formada birbaşa da yaza bilərsiniz. Yəni, da bu şəkildə çəkim elim, istəməsəz yazmaya bilərsiniz. Bir də var ki, qeyri-birzin sahə. Qeyri-birzin sahədə isə intensivlik xəttləri bir-birinə paralel olmur, bu bir. Və digər tərəfdən də bütün nöqtələr də eyni deyil. Bu bir, bu da iki. Qeyri-birzin sahədə intensivlik xəttləri bir-birini kəsir. Kəsişmə nöqtəsinə yaxın olan nöqtələrdə intensivlik daha böyükdür. Deməli, Y1, Y2-dən böyükdür. Kəsişmə nöqtəsinə yaxın olan nöqtələrdə intensivlik daha böyükdür. Amma yenə də buradan bu tərəfə gedir, yenə də bu müsbət, buradan mənfidir. Bu da oldu qeyri-birzin sahə. İndi gəlirik uşaqlar. Nöqtəvi üçün intensivliyinə. Nöqtəvi üçün intensivliyi. Dərs biraz uzunluq, tətbiqi ilə bir yer. Nöqtəvi üçün intensivliyi yükün modulu ilə düz asılı olub, nöqtədən yükə qədər olan məsafənin kvadratı ilə tərs asılıdır. Nöqtəvi üçün intensivliyi nöqtədən yükə qədər, daha doğrusu nöqtəvi yükün modulu ilə düz, nöqtədən yükə qədər olan məsafənin kvadratı ilə tərs asılıdır. Nöqtəvi yükün intensivliyin düsturu K vurulsun, Q'nun modulu bölünsün, R'in kvadratıdır. Q'nun modulu ilə düz asılıdır. Nöqtəvi yük. Q'nun modulu ilə düz asılıdır. İntensivlik məsafə ilə tərs asılıdır. Yəni, baxın, nöqtəvi yüklə düz asılıdır. Sınaq yükündən asılı deyil. Yəni, ona görə yüklər veriləndə diqqətli olun. Nöqtəvi yük mü verir, yoxsa sınaq yük verir. İndi məsafəni necə təyin edirsən? Bu müsbət yük, bu da A nöqtəsi. Yenə qırıq-qırıq çəkirsiniz və oradan intensivliyi çıxardırsınız. Bu həmin intensivlik, bu həmin yük. Məsafə deyəndə isə uşaqlar, bax, bu məsafə götürür. Yəni, yükdən nöqtəyə qədər və yaxud da tam tərsi, nöqtədən yükə qədər. Mənfi yük olsa, məsələn, bu da B nöqtəsi deyək, bu intensivlik və məsafə deyəndə yenə də bu məsafəni götürürsünüz. Görürsünüz, burada da nöqtədən yükə doğru çəkilmiş olur. Bu hissəsi də yetdi. Gəlirik bunun tətbiqlərinə. İstidə yolu. Başladı. Mümkün belədir də, bəlkə bu nəfəs alır. O ömürsə yaşında.
Deməli bizdə intensivliyin tətbiqi. Nöqtəvi 2 intensivliyin düsturunu yazıram. K vurulsun, Q'nun modulu bölünsün R kvadrat. Düsturu budur. İndi uşaqlar, sizdə bu formada misal var. Məsələn, bu müsbət yükdür. Məsələn, bura A'dır, bu da düz buzağlıdır. Bura A, bura 2A, bura B, burada da C'dir. Deyim nöqtəvi üçün modullarını müqayisə edin və yaxud da ki, tapın. Deyirsən ki, intensivliyin düsturu budur. Nöqtəvi 2 intensivlik. İndi A nöqtəsi üçün yazaq. Bərabərdir. K vurulsun. Yük, müsbət 2-də elə də modulun birbaşa yazıram. Q, bölünsün. Biz dedik ki, məsafə, bayaq orada dedim, məsafə yükdən nöqtəyə qədər olan məsafədir. O A. Kvadratı var, kvadrat. S üçün yazsın. S üçün yazan olur. K vurulsun, Q bölünsün. Yükdən S-yə qədər olan məsafə. Qarşı tərəf 2A'nın kvadratı. Yəni K vurulsun, Q-nu bölünsün, 4A'nın kvadratı. İndi gəlirik B nöqtəsi üçün. K vurulsun, Q bölünsün, ən önəmli hissə. Yükdən, məsafə deyəndə, yenə deyirəm, bu məsafə deyəndə yükdən nöqtəyə qədər olan məsafə. Həmin məsafə budur. Həmin məsafəni də tapmaq artıq sizin riyaziyyatınıza bağlıdır. Faqor teoremindən. Bura 2A, burada A, 4, 5. Şu kağıtda 5A edir. Yəni bunları siz tapmalısınız. O da bərabər edir kvadratı, çünki düsturda kvadratıdır deyə. Bunun da kvadratı edir 5A'nın kvadratı. Ya da ki yazımlar. Da siz. Kök altında 5A'nın kvadratı. O da böyle K vurulsun, Q bölünsün 5A'nın kvadratı. Buradan da artıq müqayisə edə bilərsiniz. Ən böyük A'dır məxrəcinə görə, sonra C'dir, ən kiçiyi də B'dir. Yəni bax bu oldu sizdə bu formada veriləndi. Yəni misalı tətbiq edirsiniz. Biz davamı da var, indi davamı keçəcək, onsuz da gəlirəm. Superpozisiya prinsipi. Superpozisiya prinsipi. Deyir ki, yekun intensivlik modulu hər birinin, belə desək, vektorial cəminə bərabərdir. Bu, sizdə əvəzləyici qüvvədə də bərabərdir. Əvəzləyici qüvvə hər birinin vektorial cəmini. Yəni, nə işi burada da var? Birincisi, hər birinin istiqaməti eyni olarsa, onda yekun Y1 ilə Y2-nin cəminə bərabər olacaq və o da həmin istiqamətdə yönələcək. Bu birincisi. İkincisi, əgər istiqamətləri əks olsa, əks olanda 2 hal vardır. Birincisi, əgər Y1 Y2-dən böyüdürsə, onda yekun Y1 çıxılsın Y2-yə bərabər olub, Y1 istiqamətində yönəlir. Əgər Y2 Y1-dən böyük olarsa, onda yekun Y2 çıxılsın Y1-ə bərabər olur, Y2 istiqamətində yönəlir. Yəni, əks istiqamətdə olanda böyükdən kiçik çıxılır və böyük istiqamətdə də çəkilir. Üçüncüsü, aralarında 90 dərəcə varsa, Y1 və da Y2, onda yekun intensivlik onların üzərində qurulmuş düz buzağının diagonalı olur və o da kökün altında Y1 kvadrat üstəgəl Y2 kvadrat. Tam qanunlarla kimi oldu. Bəli, eyni, qüvvə xarakteristikası. Aralarında hər hansı bir alfa bucağı varsa, üzərində paralleloqramı qurursuz və paralleloqramın diagonalını çəkirsiniz. Bu yekun üçün və düsturdakı kosinuslar teoremindən tapılır. Y1 kvadrat üstəgəl Y2 kvadrat üstəgəl 2Y1 Y2 kosinus alfa. Bax, bu sizdə oldu yekunun tapılması. Buna məsələlərimiz də mövcuddur. Çox çətin deyil, sadəcə olaraq yerinə qoyub hesablayacağız. Məsələn, birinci istiqamət təyin edilməz. Məsələn, bu müsbət yük, bu da mənfi yük və burada da bir A nöqtəsi verilir. Soruşduğu şey nədir? A nöqtəsində yekun intensivlik hara yönəlir? Sadəlik.
Müsbət yükdə heç buna fikir vermiş. Müsbət yük olanda demişdi ki, müsbətdən çıxır. Amma elə çıxardın ki, 40-40-a belədirsə 180 dərəcə əmələ gətirsin. Bu müsbət yükdür. O çıxdı. İndi uşaqlar, gəlirik mənfi yükę. Biz demişdik ki, intensivlik müsbət yük olarsa nöqtədən çıxır, mənfi yük olarsa üstünə gəlir. Onu da çəkdik. Yəni mənfidir deyə üstünə gəlir. O da oldu sizdə mənfisi. İndi uşaqlar, yekünü çəkirsiniz. Yekünü çəkəndə də paralleqrama tamamlayın. Bu da sizdə olacaq yekünün istiqaməti. Bu formada istiqamətini çəkə bilərsiniz. Bu bir dənə də olsa belədir, 2 dənə də olsa, 3 dənə, 4 dənə yük verirsə də bu formada çəkə bilərsiniz. Məsələn, 4 dənə yük üçün çəkək. Yenə yüklərin modullarını bərabər götürək. Q. Məsələn, bu nöqtədə istəyir. Yekün intensivlik hara yönəlir? Sən də baxırsan yenə. Bu müsbətdir. Bunun intensivliyi bu tərəfə doğru gedir. Yəni birincisi, bu müsbətdir. Bunun intensivliyi bu tərəfə. Məsələn, buna rəqəmlərin olan 1, 2. Məsələn, bu 1, bu 2. Bu mənfidir. Bunun intensivliyi üstünə gedəcək uşaqlar. Bax, mənfidir deyə. Bunun intensivliyi üstünə gedəcək. Y2. Bu müsbətdir. Bunun intensivliyi bu tərəfə doğru gedəcək. Bu da Y3. Buna 3 deyək. Buna 4 deyək. Burada da düstura görə yenə intensivliyin düsturu K vurulsun, Q'nun modulu böl, R kvadratdır. Yüklərin modulları eynidir. Məsafələr, yəni nöqtədən yüklərə qədər olan məsafələr eyni olduğuna görə intensivlər eynidir. Bununla bu əks istiqamətə gedir deyə bir-birini yeyir. Mənə isə də yekün intensivlik bərabərdir. Y1 üstənilsin Y4. Və onun istiqamətində də yönələcək. Yəni ki, bu istiqamətdə də yekün intensivlik yönələcək. Yəni deyirəm, birincisi müsbətdir deyə çıxır bu tərəfə gedir. İkincisi müsbətdir deyə çıxır bu tərəfə gedir. Dördüncüsü mənfidir deyə üstünə gəlir. Üçüncüsü müsbətdir deyə o tərəfə doğru gedir. Yəni bu formada misal veriləcək sizə. Sonra, məsələn, burada belə bir Q1 yazılır. Məsələn, burada da Q2 yazılır. Bu nöqtədə, buradan da bu formada yekün intensivlik çəkilir. Məsələn, sual belədir. Q1 ilə Q2-nin istiqamətini, daha doğrusu işarəsini təyin edin. Q1 ilə Q2-nin işarəsini təyin edin. Sən də birinci ilk öncə bunun qollarını çəkirsən. Yəni bu xassəyə əsasən. Bunun qolu budur. Digər qolu isə budur. Çəkdikdən sonra Q1 ilə Q2-nin işarəsini tapmaq 2 vur 2-dir. Necə? Q1, bu da Q2 yazaq bura. Gördüyünüz kimi bu Q1-dən çıxıb. Çıxıbsa müsbət, amma bu 2-3-ün üstünə gəlir mənfi. Məsələn, bu formada tapırsınız. Bunun bir dənə də tərs prosesi var. Necə? Məsələn, burada verilir Q1. Məsələn, bu da Q2. Məsafəni qoyurlar eyni. Bunun intensivliyini çəkirlər bu formada. Bunun da intensivliyi çəkirlər bu formada. Burada iki şey soruşur. Birincisi, uşaqlar. Q1-in moduluna Q2-nin modulu arasındakı əlaqəni hansı böyükdür, hansı kiçikdir və yaxud da bərabərdirmi? Bir də yenə işarələrini istəyirlər. Bəs bu necə tapılır? Bunun üçün ilk öncə intensivliyin düsturu yazılır. K vurulsun, Q'nun modulu bölünsün R kvadrat. Baxırıq ki, nöqtədən bu yükə qədər olan məsafə ilə nöqtədən bu yükə qədər olan məsafə bərabər. Yəni hər ikisi yerdir. İndi baxırsan, Y1 daha uzun çəkiblər, Y2-ni qısa çəkiblər. Onda deməli Y1 Y2-dən böyükdür. Bu onu göstərir. İndi sonra davamı nədir uşaqlar? Düsturları budur. Məxrəcləri eynidir. Kəsirin qiyməti əgər birincisində böyükdürsə, məxrəc yenisi onda deməli sürəti böyükdür. Onda deməli Q1-in modulu böyükdür Q2-nin modulu.
Sonra baxırsan buna. Bu Q1'dir, bundan çıxır. Deməli Q1 mənfidir. Daha doğrusu mənfi dedim, müsbətdir. Yəni müsbətdən çıxır. Amma Q2'nin üstünə gəlir deyə, bax Q2'nin üstünə gəlir deyə, deməli Q2 mənfidir. Yəni bax bu cür işarələrini də təyin eləmiş olursunuz. Bu tipdə misalınız mövcuddur. Sonra bu tipdə misal verir. Bölünə də yazır tarazlıqlardır. Bölünə də yazır tarazlıqlar. Sual verilir ki, elektrik qüvvəsinin ağırlıq qüvvəsi arasında hansı əlaqə mövcuddur? Bu bir. İkincisi də ki, yenə yükün işarəsi necədir? Sən də deyirsən ki, ağırlığı bilirik. Onsuz da ağırlıq aşağı çəkilir. İndi tarazlıqda qalması üçün ikinci bir qüvvə hara çəkilməlidir? Yuxarı. İkinci bir qüvvə yuxarı çəkilməlidir. Həmin qüvvə də elektrikdir. Yenə də deyirəm, tarazlıqda qalması üçün ağırlıq elektrikə bərabər olmalıdır. Yəni mg bərabərdir QY. Yəni bərabər olsun ki, avtomatik tarazda qalsın. İndi yükün işarəsini necə tapırsan? Elektrik qüvvəsi yuxarı gedir. Yuxarıda da müsbətdir. Deməli onda yük nədir? Mənfi. Çünki mənfi müsbətə gedə bilər. Bax, bu da oldu sizdə yükün işarəsinin təyini. Belə bir sual da var. Deyir, yüklü zərrəcidir. Amma yükü verilmir. Yəni işarəsi nədir? O deyilmir. Bu da kondensatordur. Bu da həmin yükdür. Və dalizəndə belə verir. Elektrik qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Əvəzləyici qüvvəni tapır. Sən də deyirsən ki, ağırlıq heç. Ağırlıq nə var tapma? Ağırlıq aşağı yönəlir və düsturda mg'dir. Rahat şəkildə. Yükün işarəsi verilmir. Sadəcə yazır yüklü zərrəci. Yüklü zərrəcidə də iki ehtimal var da. Yəni ya mənfidir ya da müsbət. Məsələn, mən bunu buradan bölək iki yerə. Müsbət olsa mənfiyə gedəcək. Mənfi olsa müsbətə gedəcək. Baxın uşaqlar. Müsbət olsa mənfiyə gedəcək. Mən sadəcə böldüm A2-yə. Bölmə olmur. Müsbət olarsa mənfiyə gedəcək. Mənfi olsa müsbətə gedir. Hər iki halda aralarındakı bu neçə dərəcədir? 90. Ha, onda əvəzləyici qüvvəni tapa bilirsin. Bərabərdir kökün altında elektrikin kvadratı, üstə ənsin ağırlığın kvadratı. İndi mən bərabərdir vermişəm deyə kökdə 2F, yəni kökdə 2QY də yaza bilərsiniz və yaxud da bərabərdir kökdə 2'ymiş. Yəni bu formada yaza bilərsiniz. Qaldı bizdə cəm cümlətən bir dənə hal. Qısa. Bəli. Bizdə bir də belə tip misal var. Məsələn, bu müsbət yüklü. Məsələn, Q1 verib Q. Bu da məsələn, mənfi yük. Məsələn, Q2 verib belə desən, mənfi 6Q. Bir də düz ortada nöqtəni var, A nöqtəsi. Məsafədə N. Deyir ki, məsələn, birinci yükün intensivliyi 7, ikinci yük, daha doğrusu yekün intensivliyi nəyə bərabərdir? Və yaxud da hara yönəlir? Məsələn, bu tip misallar eləmək üçün uşaqlar, ilk öndə tələsmədən. Birinci intensivliyin düsturunu yazın. Kavrolsun, Q'nun modulu, böyle erk var. Düsturu yazın. Sonra birincisi içində yazın, ikincisi içində yazın. Kavrolsun, Q1'in modulu, bölünsün, məsafə R1, elə R1 yazın, kvadrat, bərabərdir, kavrolsun. Q böl R kvadrat. Və Y bərabərdir. Bərabərləşdirin Y. İkincisi üçün yazın. Kavrolsun, Q2'nin modulu, bölünsün, R2'nin kvadratı. Bu da bərabərdir. 6KQ, çünki yükü 6Q'dur. Bölünsün R kvadrat. Sonra aşağıdakı ile yukarıdaki müqayisə edin. Bu KQ böl R kvadratdır. Bu 6KQ böl R kvadrat. Oldu 6Y. Bunu yazdıktan sonra istiqamətini tanıyırsın. Necə? Bax, nöqtə burada da biraz qaralayıram nöqtəni. Bax, bu nöqtə budur. Birinci bunun üçün baxırsan. Müsbət yük olarsa, intensivliyi nöqtədən çıxır. Bax, yəni, müsbət yük olarsa, intensivliyi nöqtədən çıxır. Çəkirsən. Bax, bu Y verir. İndi bunu aparıb turlayın, indi keçin mənfiyə. Mənfi yük olarsa, nöqtədən yükə doğru çəkilir. Mənfi yük olarsa, nöqtədən yükə doğru çəkilir. Nöqtədən yükə doğru çəkilir. Bax, yəni, müsbət yük olarsa, nöqtədən çıxır. Mənfi yük olarsa, nöqtədən yükə doğru çəkilir. İstiqamətləri eyni olduğuna görə yekün Y1 ilə Y2'nin cəmidir. O da bərabər 7Y və bu tərəfə doğru da, yəni sağa doğru da yönəlir.
Yəni bu olur mu? Bir də bunun tərsi də var. Tərsi nə? Məsələn bu mənfi yük. Bu da mənfi yük. Bu dəfə nöqtəni ortada yox, qıraqda verir. Məsələn soruşur ki, yekun intensivliyi tapın. Hara yönəlir? İndi burada da yenə intensivliyin düsturu bərabərdir k vurulsun Q'nun modulu böl r kvadrat. Bu birinci olsun, bu da ikinci olsun. Ha burada məsafə verilməyib, sən götürürsən. Buradan bura qədər olan məsafəni R1, buradan bura qədər olan məsafəni isə R2 yazırsan. Birinci sütun yazırsan, k vurulsun Q'nun modulu bölünsün R1'in kvadratı və ikinci sütun yazırsan, k vurulsun Q'nun modulu bölünsün R2'nin kvadratı. Çünki ikisi də yükdür, eyni yükdür, Q'dur. İndi baxırsan, müqayisə eləmək çox rahatdır, çətin deyil. Birinci şəkilə baxırsan, şəkildən görünür ki, R1 R2'dən kiçikdir. Sonra bunlara baxırsınız, ikisinə. Sürətləri eynidir. Məxrəci kiçik olan nə olur? Böyük olur, riyaziyyata görə. Yəni R1 R2'dən kiçikdirsə, onda Y1 Y2'dən böyükdür. Buraya qədər tapdıq. İndi gedirik istiqamətin təyin etmə. Necə? Yenə mənfi yükdür deyə bunun intensivliyi bu tarafa doğru, yəni sola doğru çəkilir. Mənfi yükdür deyə bunun da intensivliyi sağa doğru çəkilir. Yəni nöqtədən yükə doğru. Çəkdik. Çəkəndən sonra da bunu nəzərə alırsınız. Deməli, yekun intensivlik. Y1 ilə Y2'nin istiqaməti əksdir deyə Y1-dən Y2 çıxılır. Bayandır, amma istiqamətləri əksdir deyə çıxılır. Y1 böyüdür deyə Y1-dən çıxırsan. Y1 də sola doğru yönəldiyinə görə yekun sola doğru yönəlir. Bax, bu da oldu sizdə intensivlik. Mən aydınlanan bir çox hissəsini elədim. Bir iki hissəsi qalıb, onda misalları işləyə-işləyə baxalım. Yəni, bəziləri üzə misalın üstündədir. Əslində yazarım, məsələn, gördüyüzəm, getdiyüzəm uzanır. Qüvvə xətləri. Bircə sayının qüvvə xətləri qapalı deyil, açıqdır. Müsbət yükdən çıxır, mənfi yükə daxil olur. Onu da bayaq deyirik ki, müsbətdən çıxır, mənfiyə daxil olur. O bayaq sizin göstərdiyim misalda da vardır. İntensivlik müsbətdən çıxırsa, daha doğrusu çıxırsa, deməli bu müsbətdir, daxil olursa mənfi. De, yekunlaşdıq. Fəzada bir-birini kəsmirlər və belə desə, hə, əsas sonumuz qalıb, böyle görməmişlər. Fəzada bir-birini kəsmirlər, qapalı da deyil. Bitti.